Gözüme girir. Hə, sən gözlə, mən obyektdə çölə çıxmışam. Yemək yiyim, qayıdım, baxım görüm hansı saat. Nətər? Saat nədir? Necə? Saat nədir? Saat deyirsiniz, hansı saat? Növbəyə yazılmaq lazımdır. Baxım görüm hansı saat boşdur deyim o saat. Saç nədir növbənə? Day xanım sən Allah. Mən lazerə gəlmirəm, qadanam. Saçım bir dənə iki dənə. Bildimi? Bizdə növbə iləndir. Ola bilər sən çoxdan gəlmirsən, bilmirsən. İndi növbə iləndir. Növbə iləndir? Növbə iləndir, bəli, növbəyə yazılmaq. Şey necə qoyurlar xanım? Bəs mən istəyəm saçımın böyle ağarıqdır. Qaraldıcı şampun var. Xına yox ha. Xına yox. Hə, şampuna böyle ağarıqdır, böyle. Hə, o necə qoyurlar? Necə qoyurlar? Yumağın içində eləmək olur. O əlavə şey deyil, xidmət deyil. Ümumiyyətlə saçı necə qırxırsınız? 30 manat. Nə? Bəli. 30 manat? Bəli. Köy başı mən bərdə kim alıyorum başıma? Git kızdır bərdədə, nə deyim? Gözləyin onda xanım, yığıram sizi 5 dəqiqə evdənizdən. Yaxşı. Ay baş 30 manat nə baz? Az yox, bir dələ, mən başım nədir ki, 30 manat, mən danışdım ya, ayım, saç 30 manat. Dilberdə 5 manat, 3 manat deyil saçı. Qoyayım onda yer versin. Danışdım, qoy görüm, yaxşı deyim, yer ayarla. Çıxın mən. Bir deyim ki, konum atsın dana. Və mən hara gedəcəm? Deyəcəm fikirləşdim, deyəcəm asistanım, yox. Asıl sən ora filmini yerdi, mən söhbət etsinəm. Hə, xanım, məni qeyd alın da, 2 nəfərik biz. Hə, o işə qayıdım, obyektdə əməlində, obyekt baxımda. Baxım görüm hansı saat boşda. Gəldən gəl. Hə, bir də mənə konum atarsınız da bu nömrəmə. Hə, başınız var olsun. Sağ ol. Sağ ol. İki nəfər 60 manat eləyəcək. Mən bir dənə sozluq malət alıram. 1 kiloda qoyun ət alıram, dolmalıq özdə yağ. 3 başı dolmalıq. Ne bileyim Allah. Yəqin yerdən azalarlarda mənim başım yekədir. Saçımın çoxluğundan asılıdır. Ay heç mən sozluq malət almışam, kənd çolpası gətirmişəm, qalıq xala deyildi. Cəmaat imkan vermir, bu deyir ki, gidək sağ qonaqlıq vermir, o deyir ki, restoranlarda yeməkdən. Şişmişim la bax. Nə boyda olub qarnım. Bir də vitçini pişirib ev yeməyi yeməmişəm. Vallah, camış xalandı. Kim sırtıq da az? Mənim abırmayam yoxdur. Mənə cəmat deyir ki, cibinə pul soxum, deyirəm, yoxsa seysən, dəlisən. Dünənki zorla soxdu cibinə pulu. Dedim, asasa seyləniz olmaz da dəlisən, zorla belə bastı. Sırtıq. Sən İsmail sırtıq demək bilən, ixtiyarın belə çatır, haqqın belə yoxdur ki, mən sırtıq deyəsən.
Mən çıxıram ha. Hara gələsən? Ya sabitə görüm. Yaz görüm qaqa. Vaxt ki, dişimi də qartmağa gedəcəm. Yonsu da 3 dənə dişdir ha. 4-5 dənə düzəltsin, bassın oraya gedim. Güləndə yaman pis görsənəm. Qayıtlara düşürəm. Böyürdən baxıram ki, gülmüşəm, yaman pis görsənəm. Bir də reklamla bağlı yığın. Baboş Bakıda daha sonra əl-əl axtarırsınız. Bir də desəniz genə istəyirəm. Reklamla bağlı kim yığmaq istəyirsə yığsın. Özü səviyyəli də adamam. Özdəki tanınmış da adamam. Hər an reklam edirəm. Hər an gedirəm. Oraya gedən kimi bomba düşür. Partlayır. Hər an gedir reklam edirəm. Oraya partlayır. Yəni deyim biləsiniz. Özümü tərifləmək istəmirəm. Bəli. Alo. Bəli. Salam Mələkəm, baboş necə? Salam. Yaxşı. Yaxşı ol. Anam səndən danışmaq istəyir, baboş. Mama. Hə. Ver görüm. Gedirsən? Sağ olsun, necəsiz? Çox sağ ol. Məndən nə yox? Benimki söz deyil. Ayda. Siz qadınsınız xanım. Mən qadınam. Üç yüzey gözləyir. Sonuçta xəstələnmişəm, üstündə qalıb. Səsin biraz üstü çıxır. Yox, görürüm səsin kişi səsidir. Hə? Yağın günün xəstələnmək nədir? Qış deyil, deyəsiz maruz vurdu, suya vurdu, boğazınız gəldi. Yox, xəstələnmişəm. Az yaxşısan ola, sən səsin mənimkindən qalındı. Nədir sən qadınsan? Az yaxşı. Kişi olun az. Kişilər də keçi var vatlığa. Maruzdur. Buz bağlayıb hər yer, şaxta var mı bu xəstələndi? Ha, Sajım koy. Sənin zəngin kostu telefonunu, sənin zəngin adamlarını kişi kimi danışıram, arvad kimi danışıram, çay qaka kişi kimi danışıram da lan. Nəyini görmüsən? Kişi olmasaydı mən kişilər məclisində oturmazdım axşam. Nə olsun ki xanım da var idi. Başını batsın.
ne qədər boş bekar insanlar yığır. Ne qədər boş bekar insanlar yığır. Ay Allah, bu cəmaatın işi gücü yoxdur da. Boş bekar Allah'ım olsun. Asıram. Siz danışmayın, az pomada vurub. Bircə qalıb elə, həkimə pomada ilə gedirəm. Dodağım qan çalağıdır. Bu, siz danışmayın, az. Yekar vaxtlarsınız. Pomada vurub. Cəşən. Qoyun bu səsə qulaq asın, ondan sonra yığın. Aşkıdır. Su görüyorsun saatte tık tık tıkıldıyor. Eldenizden yazışıram. Derim çıksın da lan. Saçıma niye kraska koyduram ki? Qaraltı şampundan koyacağım. Böylə ağarır. Ay Eldəniz, haradasan qaqa? Mən maşından çıxıram, mən promoy gedirəm şeyə. Dişimə gedim də, dişimizə gedək. Tek getmirəm, mən utanıram, mən böyrümdə ol. Oradan da dəlləyə gedək. Qız dedi, apetdəyimdə qaydım vaxtı deyirəm sizə. Nə deyə bir dənə dişimi yolacaq, qapağı taxacaq, deyəcək, dur get də. Qoyuğum Eldənizi. Az dişimi yoracaq, qapağı taxacaq, orada dur, çıx gələcəm daha. Eldəniz açmır ha. Yox, uşaqlar, mənə yaxşı həkim deyin də, gedim, nə olar ki? Qəşəng həkim olsun, başa düşürsən, belə savadlı. Savadlı həkim olsun, başa düşdünüz?
Mən Eldənizlə gedəcəm, tək getəsi deyiləm, mən tək ev utanım danışmağa. Bir də ki, güclü bir psixoloq ya. Psixoloq deyil, mənə güclü, yaxşı da, yəni başa düşsün. Gelib deyəcəm, ay xanım, desə nədir? Deyəcəm ki, mən yata bilmirəm, desə niyə? Deyəcəm, tamam, nə bilim, da niyəsini da gəl, mənlə soruşursunuzsa, özünüz tapın da. Deyəcəm, səhər saat 8-də, 6-da, saat 9-da da yatırım, axşam tərəfdə dururum, saat 5, 6, 7-də dururum. Deyəcəm, o nədəndir? Ehtirasından. Ehtiras nə daha seysinsən? Yuxusuz qalıram. Ehtiras nədir? Həkim nə bilirsən xanımdır? Mən qadın xanım istəyirəm də. Yaxşı kişi də olsa olar, problem deyil. Yürüyüş, daha az yürüyüş eləm qılsam ağrıyır. Ta nə qədər yürüyüş eləyəcəm, Tez yatsın. Yox, gec dururam. Səhərə yaxın yatıram, gec dururam. Ay Eldəniz, mənə baxırsan qaka buradan. Mən çıxıram, Yığıram aşmır. Qaka, mən çıxıram. Bir buradaydı. Gəl ki, görmür indi. Çalıyor, yazılır ama görmür. Belki tuvalette. Sesle danışma 5 güne bir gidilir tuvalete. Ben kimi yemeğe dönüyor, yemeğe yiyen kimi kaçır tuvalete. Buradan ye, oradan kaç tuvalete, buradan ye, oradan kaç tuvalete. İle bir kazan. Keş mənim də qarnım 3-4 gün bağlı olardı. Akşam Hollywood'da oturmuştum, 5 defa tuvalete girdim çıktım. Açmır, görün onu açmasın ki. Kemal kardeş çok sağ ol. Yəqin ki Türk'tür çünkü Azerbaycanlı olsa adın Kemal koyardı. Koy Kemal. Türk'tür. Abicim teşekkür ederim. Brat. Yok brat dövmür olarak. Bro teşekkür. Peki sessizde dedi. O hemşe sessize koyur. Komşum ses atır. Hə, qonşu yem qutarıb, qoy indi mən mübarizə ataram, o Ağdaş yemindən gətirər. Hə, şey eləyərəm, Ağdaş yemindən gətirər, verər bir 5 paşka bəsdir, yoxsa 10 paşka deyim gətsin, 7 manat da, 7 10 avranda nə qədər eləyir? 10 dənəsi. O şeyin içi olsun da, borçqanın. O cücələrin yerindəki borçqanı deyirəm, 70 manat. Görürsünüz, deyir ki, cücələrin yemi qutarıb. Hələ tüyoxları demir, ha. Gör, mən nə qədər tüyoxları cücələrin yeminə pul verirəm. Niye utanırsan? Yox, tek gedə bilmərəm, tek utandım getməyə. Mən durmayın, dişimiz adımı sürtüm, çünki həkimin yanına gedirəm. Gedəm mənim dişimiz adıma baxsın. Sonra oradan da dəlliyə gedim, prosto açmır. Kobri nömrəsini yığım görüm. Açmasa dur tek gedəcəm. Burada da ki kontur bir çox gedir, bir çox gedir. Bir dənə ala deyirsən 10 qəpiyin getdi. Yox qardaş, mən Bakı mənlik deyil. Mən Ağda deyirəm. Bakıdan başa düşürsən, Bakı rasxodlu bir yerdir.
Bakıya gəzməyə, hər şey çox bahadır. Çox. Buranın maləti qoyun ətini içədi görən kilosu. Yaxşı bir fitness müəllimi deyin gedim. Gedim idmanımı eləyim.